İsrailin şəhərlərinə kasetli raket yağışı zərbələri endirilir. Belə ki, həm Tel-Əvivdə, həm də Petah-Tikvada məhz yaralılar və xeyli sayda dağıntılar da var. Gündəm xəbərinin efirində 22 mart tarixidir və gündəm xəbərinin efirində dünyadan bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, İran Silahlı Qüvvələri İsrailin mərkəzi şəhərlərinə, o cümlədən Tel-Əviv və Petah-Tikvaya kasetli döyüş başlıqları ilə təchiz olunmuş ballistik raketlərlə kütləvi şəkildə zərbələr endirib və martın 22-sinə keçən gecə baş verən hücum zamanı raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş olsa da, kasetli bombaların qəlpələri yaşayış məntəqələrinə düşərək ciddi şəkildə xəsarətlərə səbəb olub. Tel-Əvivdə raket qalıqlarının düşməsi nəticəsində ən azı 3 nəfərin yaralandığı, Petah-Tikvada isə bir binanın birbaşa zərbəyə məruz qalaraq dağıldığı bildirilir və tibbi mənbələrin məlumatına görə yaralılar arasında vəziyyəti ağır olanlar və xilasedicilər hazırda var ki, və xilasedicilər dağınlar altında qalanların olub-olmamağını araşdırmaqla məşğuldur. İsrail Hərbi Hava Qüvvələri tərəfindən aparılan ilkin araşdırmalarda göstərir ki, İran bu hücuma beynəlxalq konvensiyalarla qadağan olunmuş kasetli sursatlardan istifadə edib ki, bu da bir raketin havada parçalanaraq daha geniş əraziyə onlarla kiçik bomba yayması deməkdir. Eyni zamanda ölkənin cənubundakı Dimona və Arat şəhərləri də ağır zərbələrə məruz qalıb və orada yüzdən çox insanın yaralandığı və yaşayış binalarının da tamamilə uçduğu qeyd olunur. Baş nazir Benyamin Netanyahu hadisəni gələcəyimiz üçün mübarizədə çox çətin bir axşam adlandırıb və düşmənə bütün cəhdlərdə sarsıdıcı cavab veriləcəyi vəd eləyir. Benyamin Netanyahu analitiklər də hesab eləyirlər ki, İranın kasetli başlıqlardan istifadə etməsi İsrailin dəmir qübbə və Arrows sistemləri üçün yeni və mürəkkəb bir sınaqdır. Çünki bu növ raketlər hədəfə çatmamış parçalandığı üçün onların bütün elementlərini havada məhv etmək texniki baxımından olduqca çətin olur.